Salam əziz şagirdlər və müdavimlər. Bugün biz sizlə İmadəddin Nəsliminin Sığmazam qəzəlini keçəcəyik. Əsər qəzəl janrında yazılıb və əruz vəzni rəcəz bəhrindədir və ona görə də birbaşa təhlilə başlayaq, forma xüsusiyyətlərinin sonunda da məlumat verəcəyik. Deməli, bilirik ki, İmadəddin Nəslimi əvvəl yaradıcının əvvəlində sufizmə meyl edir, daha sonra isə hurufizmə keçir. Hurufilər də insanın bədən üzvlərində, simasında olan huruf hərf sözün cəmidir də. O işarələri Allaha bağlayırdılar və ümumiyyətlə mənim ən sevdiyim şairlərdən biri də Nəslimidir. Çünki onun şeirlərində çox dərin bir fəlsəfə yatır. Bu şeiri də həmin şeirlər qisminə daxildir. Gəlin birbaşa təhlil edək, orada baxacağıq. Deməli, əsərin bir orijinal formadan oxuyacağım, sonra onun təhlilinə keçəcək. Müəllif şeirdə başlayır belə. Məndə sığar iki cahan, bəzən ikən cahan, bəziləri isə iki cahan kimi onu təhlil edirlər. Mən bu cahana sığmazam. Gövhər ilə məkan mənəm, kövn məkana sığmazam, deyir müəllifimiz. Bunun mənası nə deməkdir? Yəni, deyir ki, məndə sığar iki cahan, yəni hər iki cahanı, həm bu dünya, həm digər dünya, ola bilsin ki, maddi aləmlə, mənəvi aləmlə nəzərdə tutur. Deyir, mənə sığır, amma mənim ruhum o qədər böyükdür, o qədər dərindir ki, mən bu potensialla o cahanın heç birinə sığmıram. Cismani olaraq sığa bilərəm, dünyada yaşayıram. Amma ruhani olaraq mən onlara sığmıram. Yəni Allahın insanı nə qədər uza yaratmasını göstərmək istəyir oxucuya. Sonra deyir ki, gövhər ilə məkan mənəm, yəni məkansız gövhər mənəm. La məkan məkansız deməkdir. Gövhər də dəyərli daşdır. Varlığa və məkana sığmazam deyir burada və hər şeiri yadda saxla, hər beytin sonunda müəllifin nəyə sığmaması mən qırmızı ilə vermişəm. Yəni bunlar testə düşür və siz bunu ardıcılıqla əzbərləməlisiniz. Daha sonra keçirik ikinci beytinə. Müəllif qeyd edir ki, ərşdə fərşu kafinun məndə bulunduğu cümlə üçün kəs sözünü və əfsəmi ol, şərh-ü bəyana sığmazam. Nə deməkdir bunun şərhi? Ərşdə fərşu kafinun, yəni ərşdə fərş göynən yer deməkdir. Kaf və nunda Qurani Kərimdə sirli hərflərdir. Bəzi ayələrin əvvəlləri kaf və nunla başlayır və onların dərin sirri olduğu, hətta bəzən məsələn ehtimallar var ki, o hərflərdə bütün bəşəriyyətin sirri gizlənir. Yəni dərindir həmin hərflərimiz. Müəllif deyir ki, göy, yer, kaf və nun məndə tapıldı. Yəni Allah bunları mənim daxilimdə yaratdı. Yəni bunların sirri məndədir. Yəni gör nə qədər insan uca varlıqdır müəllifin gözündə. Kəs sözünü və əfsəmi ol. Əfsəm sakit deməkdir. Yəni deyir, sözünü kəs və sakit ol. Şərh bəyana sığmazam. Şərhə və bəyana, bəyan izah deməkdir. İzaha sığmazamdır. Yəni müəllif deyir ki, məndə ki bu qədər sirlər tapıldı. Mən deməli potensial olaraq dərin bir varlığam. Ona görə sakit ol, məni izah eləməyə çalışma. Mən ümumiyyətlə heç bir şərhə, izaha sığmıram. Çünki deyirsən, məni izah eləməyə çalışsan, artıq məni kisiltmiş olursan, bir qəlibə salmış olursan, o da mənim dəyərimi aşağı salmış olur. Görsən, Nəslimi insana nə qədər dəyər verir, onun ruhunu və potensialını nə qədər yüksəkdə tutur. Bu arada sırf özündən danışmır, insan adlı bir varlıqdan danışır. Yəni, burada ümumiləşdirmə edirik. Daha sonra keçirik əsərimizin üçüncü beytinə. Müəllif qeyd edir ki, kövn-ü məkandır ayətim, zatidir bidayətim, sən bu nişanla bilməni, bil ki nişana sığmazam. Kövn-ü məkandır ayətim bu deməkdir ki, kövn-ü məkan varlıq və yerdir, ayət də izah deməkdir. Quranın ayələri deyirik biz. Yəni izahıdır. Varlıq və yer mənim izahımdır. Necə ki, yəni sən varlığa və yerə baxacaqsan, görəcəksən nə qədər mükəmməldirsə, bu əslində məni izah edir. Mənə görə yaradılıbsa, təbii ki, burada məndən sirlər var. Və zatidir bidayətim deyəndə isə bidayət başlanğıcdır. Zatidir, yəni zatla, Allahla bağlıdır. Yəni başlanğıcın zat ilə bağlıdır. Sonra deyir ki, sən bu nişanla bil məni, yəni sən bu nişanla tanı məni, yəni bu dərin nişanla tanı məni və bil ki, mənim ruhum o qədər dərin ki, bu nişana belə sığmıram. Deməli, 3 beytə qədər biz bildik nəyi? 1. Varlığa məkana sığmır, şərhə bəyana sığmır və nişana sığmır. Daha sonra müəllif qeyd edir ki, kimsə güman-ı zənn ilə olmadı həqqi ilə bilir, həqqi bilən bilir ki, mən zənn-ü gümana sığmazam. Bu da çox sevdiyim beytlərdən biridir. Deyir ki, kimsə haqqı güman və zənn ilə tanımadı. Yəni, sən bir şey haqqında daim şübhələnəcəksənsə, güman bəsləyəcəksənsə, təbii ki, haqqı görə bilməyəcəksən müəllifə görə. Və deyir ki, haqqı bilən, yəni o haqqı görən insanlar, o uca məqam sahibləri bilir ki, mən zənnə və gümana sığacaq bir varlıq deyiləm. Yəni o qədər, necə deyirlər, kiçik varlıq deyiləm ki, sənin və zənnivə və gümanıma sığım. Və müəllif buradan görürük ki, öz fikirlərində tam əmindir, fikirlərində tam konkret və
qətidir. Ona görə biz bu şeirə, məsələn, bu şeirin yazılma tərzi Ərzun Rəziz bəhrindədir. Başqa bəhrə sən belə gözəl şeiri yerləşdirə bilməzsən. Daha sonra keçirib 5-ci beytə. Deyir ki, gənc nihan mənəm mən-uş, eyni əyan mənəm mən-uş. Gövhər-i kan mənəm mən-uş, bəhrə-i kana sığmazam. Uş ədatdır, artıq deməkdir. Gələk bunun təhlilinə. Deməli, gənc ümumiyyətlə xəzinədir, nihanda gizli deməkdir. Gənc nihan mənəm mən-uş deyəndə, yəni gizli xəzinə mənəm artıq deməkdir bu. Hətta biz indi gənclər deyirik, yəni xəzinələr deməkdir əslində. Potensial olaraq çox qəşəng sözdür. Yəni bizə gənc deyirlərsə, bizim daxilimizdə gizli xəzinələr var. Daha sadəcə olaraq biz onun qədrini bilmirik. Gənc nihan mənəm mən-uş, yəni gizli xəzinə mənəm artıq, eyni əyan mənəm mən-uş və açıq görən mənəm. Eyni əyan, yəni görənin gözü də deyə bilər, açıq görən də deyə bilər buna. Mənəm artıq. Bəhrə-i kan mənəm mən-uş, yəni mədənin gövhəri mənəm. Və dənizə və mədənə sığmazam. Müəllif burada təbii ki, mədənin gövhəri anlayışıdır, dəniz və mədən anlayışıdır. Bunlar simvollardır. Yəni simvoluna görə hesab olunur. Yəni bunlar məcazdır. Bunların altında müəllif başqa mənaları nəzərdə tutur. Mədən ola bilsin varlıq aləmidir, gövhər də o dəyərli daş olduğu üçün varlıq aləminin ən dəyərlisi mənasında hesab olunur. Amma yenə də deyir ki, dənizə və mədənə bu potensialı ilə sığmır. Daha sonra gəlirik biz 6-cı beytimizə. 6-cı beytdən davam edirik. Müəllif burada qeyd edir ki, zərrə mənəm, günəş mənəm, çar ilə pəncüşeş mənəm, sürəti gör bəyan ilə, çünki bəyanə sığmazam. Zərrə, günəş, 4, 5, 6 nə deməkdir? Zərrə bildiyimiz kimi Allah, məsələn, zərr aləmindən insana zərrə formasında yaradıb dünyaya göndərmişdir. Günəş özünü adlandırır sonra müəllif və 4, 5, 6 adlandırır. Bu rəqəmlər nə deməkdir? Bunun haqqında çoxlu təhlillər var. Dərin təhlil edənlər də var. Sadəcə məsələn ehtimal var ki, məsələn burada 4 deyəndə o fəlsəfədə məsələn dünyanın yaranmasının 4 ünsürü var Yunan fəlsəfəsində. Torpağıdır, sudur və s. 5 deyəndə ola bilsin ki, məsələn 5 duyğu üzvü nəzərdə tutulur. 6 deyəndə də ola bilsin ki, müəllif 6 tərəfi aşağı, yuxarı, qabaq, arxa, sağ, solu nəzərdə tutur. Və yenə dedim ki, bu bir ehtimaldır. Yəni müəllif burada daha başqa şeylər də nəzərdə tuta bilər. Özünü bunlar hesab edir və sonra deyir ki, surəti gör bəyan ilə, çünki bəyana sığmazam. Yəni izah ilə bu surəti gör. Amma deyir ki, sən məni izah eləməyə çalışsan, mən bu bəyana da, yəni bu izaha da belə sığmayacağam. Daha sonra davam edək 7-ci beytlə. Deməli, 7-ci beytdə bəzi dini anlayışdan adları çəkilir. Müəllif qeyd edir ki, zat iləyəm, sifat ilə, qədr iləyəm, bəraat ilə. Gül şəkərəm, nəbat ilə, bəstə dəhanə sığmazam. Mən şeiri təhlil üçün belə oxuyuram. Normalda bu şeirin oxu tərzi bu formada deyil. Yəni, daha gözəl şəkildə oxunmalıdır. Sadəcə təhlil edir, həm də siz sıxılmayasınız deyə. Biz təhlil tipinə uyğun şeiri sizin üçün səsləndiririk. Keçək bunun izahına. Müəllif zat iləyən, bəraat iləyəndə zat dediyimiz kimi Allah nəzərdə tutulur, yəni varlığın təməl səbəbi nəzərdə tutulur və Allahın sifətləri ki yoxdur. Müəllif onlarla özünü birgə hesab edir. Qədr və bəraatlə birgə hesab edir. Qədr bizim bildiyimiz Qədr gecələri var. Quranın nazil olduğu gecələr, bəraat da bağışlanmaq gecəsidir. Müəllif deyir ki, mən bunlarla bir yerdəyəm, yəni bunlardan ayrı deyiləm. Gül şəkərəm, nəbat ilə deyəndə isə gül şəkər, məsələn, gül mürəbbəsidir. Nəbat da şəkər deməkdir. Şəkər bitkisi də hesab olunur. Və özünü şəkər bitkisi ilə, şəkər ilə gül mürəbbəsinə bənzədir. Və deyir ki, bəstə dəhanə sığmazam. Yəni, bəstə dəhanda bəstə qapalıdır, dəhan ağızdır. Yəni, qapalı ağıza sığmadığını qeyd edir. Yəni, siz bunu bəstə dəhan kimi əzbərin, qapalı ağız kimi əzbərin. Mənası isə çox dərindir. Burada təbii ki, şəkər, gül mürəbbəsi hamısı simvollardır. Və bunun altında təbii ki, məcazlar yatır. Keçirik 8-ci beytimizə. 8-ci beytdə müəllif qeyd edir ki, şəms mənəm, qəmər mənəm, şəhd ilə həm, şəkər mənəm. Ruh-i rəvan bağışlaram, ruh-i rəvanə sığmazam. Deməli, təhlilinə birbaşa keçək. Müəllif burada deyir ki, şəmslə qəmər günəş və ay deməkdir. Özünü günəş və aya bərabər tutur. Sonra şəhd ilə həm şəkər deyəndə, şəkər, şəhd baldır, şəkər də bildiyimiz şəkərdir və deyir, bunlar hamısı mənəm. Ruh-i rəvan bağışlaram, ruh-i rəvan axıcı ruh deməkdir. Amma deyir ki, bu axıcı ruha da, yəni ruh-i rəvanə də yenə də sıxmayacağam. Yəni, müəllif deyir ki, Allah məni bu potensiallarla yaradıb, bunların hamısı məndə zahir olur. Amma buna rəğmən belə, yenə də mənim dəyərim o qədər yüksəkdir ki, mən bunlara bunun müqabilində yenə də sığmıram. Keçək 9-cu beytə, sonuncu beytimiz hesab olunur. Müəllif qeyd edir, gərçi bugün Nəsimiyəm, Haşimiyəm, Qüreyşiyəm.
Yəni bundan uludur ayətim, ayət-i şanə sığmazam. Deyir ki, yəni bu gün əgər mən Nəsimiyəmsə, öz təxəllüsü, sonra Haşimi və Qureyşilər ümumiyyətlə peyğəmbər nəslidir. Və Haşimiyəmsə, Qureyşiyəmsə, yəni müəllif Seyid olduğu üçün peyğəmbər nəslindən gəlir. Deyir, lakin bundan da ucadır mənim izahım, ayətim, tərifim. Və bu ayət şanına da, yəni bu tərifə belə mən sığmıram. Təbii ki, bu təhqir eləmir, gəldiyi nəsli. Sadəcə mən bütün insanlıq adından danışır ki, nə qədər indi kimi bu insanlıq, məsələn, bu nəsil nə qədər müqəddəssə peyğəmbər nəsli, bu peyğəmbər nəsli insanları və ümumiyyətlə digər varlıqlar bundan da dərindir əslində. Və şeirimiz bu formada bitir. Və forma xüsusiyyətlərinə gələndə isə əsərimiz əruz vəznində, rəzəz bəhrində yazılmışdır və qəzəldir. Əsərimizdə forma olaraq alliterasiyadır, yəni ardıcıl samitlərin işləməsinə çox rast gəlinir, alliterasiyadan istifadə olunub. Daha çox bədii ifadə vasitələrinin təkrir təzada çox yer verilib, eyni zamanda digər bədii təsvir və ifadə vasitələri əsərdə yer alır. Sadəcə burada nəyi başa düşməliyik biz? Bu şeirin dərin mahiyyəti çoxdur. Yəni, Nəsiminin zaten edam edilməsinin səbəbi. İndi bəzi fikirlər var, bəziləri edam edilməyib, dərsi soyulmayıb. Məsələn, nəzəriyyələr var ki, bir ata bağlananları bütün şəhəri gəzdiriblər atı və o formada onu öldürüblər. Bəziləri, məsələn, fikirlər var ki, başqa formada öldürülüb. Amma təməl öndə olan fikirlər, bu fikir budur ki, o edam olunarkən dərsi soyularaq öldürülüb. Səbəb də bu olub ki, elə Nəsiminin bu fikirləri həmin dövrün alimlərini narahat edirdi. Çünki onlar insan yaranma fəlsəfəsini başa düşmürdülər. Hətta onlar insanı alçatmağa çalışırdılar, kölə kimi yaşamağı təbliğ edirdilər. Nəsim isə buna qarşı çıxaraq həqiqi insanın varlığını, kamilliyini ortaya qoyur. Deyir ki, insan dəyərlidir. Bu gün də zaten İslam dini insanın dəyərli olduğunu vurğulamağa çalışır. Yəni, Nəsimi özünə sığışdıra bilmirdi ki, bu qədər dəyərli olan bir insan bu dünyada özünü bu qədər dəyərsiz görsün və özünə dəyərsiz əməllərə sövq eləsin. Ona görə belə şeirlər yazırdı və ona görə də Nəsiminin haqqında yanlış məlumatlar irəli sürürdülər. Bəziləri deyirdilər ki, o müşrikdir, bəziləri deyirlər ki, o kafirdir və ona görə də Miranşaha, yəni Əmir Teymurun oğluna qəddar bir hökmdar idi o. Onun qulağına belə xəbərləri çatdırmışlar və bu da Nəsiminin ölümü ilə nəticələnmişdi. Çox sevdiyim şairlərdən biri yenə də deyirəm. Bu şeiri də dərin təhlil etməyi tövsiyə edirəm. Digər qəzəllərində həmçinin. Videonu bəyənməyi, kanala abunə olmayı yaddan çıxarmayaq. Eyni zamanda burada sonluqlara, müəllifin nəyə sığmadığına, əsərin fəlsəfəsinə, mahiyyətə, nələr burada qeyd olunduğuna fikir verək. Gələn çəkilişlərdə görüşənədək özünüzə yaxşı baxın, dərslərinizi yaxşı oxuyun. Hələlik.